Sabahınız xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə 12 aprel 2026-cı il DİM-in 9-cu sinif şagirdləri üçün buraxılış imtahanında təqdim etdiyi riyaziyyat suallarının izahlarını paylaşıram. Baxaq elə birinci suala. Sual bu cürdür. 12 tam 4'də 3 vurulsun 2 çıx 27 böl -4'də 3'ün kvadratı ifadəsinin qiymətini hesablayaq. Birinci bu ədədi çevirsək. Hətta buradakı vuru belə bir asan qaydadan istifadə edib yaza bilərik. Həm 12-ni vura bilərik 2-yə, həm 4'də 3'ü vura bilərik 2-yə. Yəni 24 tam 2'də 3. Yəni bu da bizə verir 25 tam 2'də 1 çıx 27 böl -4'də 3'ün kvadratı. Bu da edir müsbət 16'da 9. Vermiş bu ədədi çıxsaq qalırmı? -1 tam 2'də 1 vur 9'da 16. Yəni -2'də 3 vurulsun 9'da 16 və ixtisar aparsam 3 ilə 9 getsin, 2 ilə də 16. -3'də 8, bu da bərabərdir. -2 tam 3'də 2, yəni D variantı. Çalışma 2'də, yəni 58-ci tapşırıqda. Tərkibində 2,5% mis olan 1 ton mis kalçadanından 21 kilogram mis almışdır. Neçə faiz mis itkiyə gedir? Birinci 1 tonun tərkibində nə qədər mis var? Onu araşdırırıq. 1 tonu vururuq 2,5'ə, bölürük 100'ə. Hətta bunu kilograma çevirsək, 1 tonumuz 1000'dir, 1000 kilogramdır. 2,5'ə vurub 100'ə bölsək, bu da edəcək 25 kilogram. 25 kilogram alınmalıymış. Alınıb 21 kilogram. Yəni arada 4 kilogram itkiyə gedibdir. Tənasüb qura bilərsiniz. 25 100%'dir aradakı itki. Çünki bizdən itkini soruşur. X faizdir. X də bərabər 4'ü 100'ə vurub 25'ə bölsək, cavabımız 16%. Yəni B variantı. Çalışma 59. Verilmiş koordinat müstəvisində ABCD kvadratının ACD təpələri verilibdir. B təpəsinin koordinatlarını tapın. Paralel köçürmə ilə çox qısa müddətdə tez bunu tapa bilərsiniz. Misal üçün, bu olsun bizim kvadratımız. Təpə nöqtələrini yazırıq. Tutaq ki, A nöqtəsi 4'də 1'dir. B, C nöqtəsi 2 -1'dir. D nöqtəsi də 2 1'dirsə, baxın, D'dən A'ya, bu cür, C'dən də B'yə paralel köçürməni tətbiq edəcəm. 2 4 olub, yəni X-i 2 vahid artıb. X-ini 2 vahid artırıram, bu olur 4. 1 1 olub, yəni olduğu kimi qalıb, -1'də olduğu kimi -1 qalacaq. B nöqtəsinin koordinatları 4 -1. Cavabımız D variantı. Verilmiş çoxədli vuruqlara necə ayıraq? Çalışma 60. Gəlin, 16'nı 4'ün kvadratı yazaq. Kvadratlar fərqi kimi bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Bu bərabərdir. A çıxılsın 9, vurulsun. A çıxılsın 1. Belə bir cavab A variantında. Cavabımız A'dır. Çalışma 61. Üçbucağın tərəflərinin uzunluqları 16, 18 və verilib 20'dir. Birinin üzərində yazaq. 16, 18 və 20 cm. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın perimetrini tapın. İki üsulla tapa bilərsiniz. Ya tərəfləri tapın, həmin bu A, B, C-ni, onun perimetrini hesablayın və yaxud da ki, böyüyün perimetrin cəminin yarısı. Çünki perimetr ABC bərabərdir. Perimetr A1, B1, C1'in yarısı. Yəni 16 plus 18 plus 20 böl 2. Bu edir 34, o da 54. 54'ün yarısı 27 və yaxud da ki
araşdırırsınız, balaca üçbucağın, orta xətlərdən ibarət olan üçbucağın tərəfləri biri 8, biri 10, digəri 9 deyilmi? Perimetr ABC bərabər 9, 10, 8-in cəmi cavabımız 27 santimetr. Y variantı. Çalışma 62. Tam sətinin sahəsi S tam bərabərdir 24 olan kubun həcmini tapın. Bilirik ki, kubun tam sətinin sahəsi 6A kvadratıdır. Bu 24-dürsə, A kvadratı 4-dür, A da bərabərdir 2-dir. Kubun həcmi A kubudur, yəni 2-nin kubu, cavabımız 8-dir. C variantı. Çalışma 63. Çevrəsinin uzunluğu 32 pi olan dairənin radiusunu tapın. Çevrənin uzunluğu 2 piyerdir. Əgər 32 piyə bərabər etsək, R də bərabərdir 16-dır. A variantı. Çalışma 64. Verilmiş ədədləri müqayisə edin. Bunun üçün gəlin, birinci anı hesablayaq. -5-in kvadratı, bu 25-dir. B ədədi bu cür -5-in kvadratıdır. Bu -25'dir. C de -5'dir. Onda en kiçiyi B'dir. Sonra C'de en böyüğü A'dır. Veya A böyüktür, C böyüktür, B. Cevabımız C variantı. Çalışma 65. Kəsrin məxrəci sürətindən bir vahid böyükdür. Yəni sürət x-dir məxrəc, x plus 1-dir. Deyir bu kəsri onun tersi olan kəsirlə toplasaq, x plus 1 bölü x bərabərdir 2 tam %5 olar. Ortaq məxrəcə gətsək, x vur, x üstə gəl 1, birincini x-ə, ikincini x üstə gəl 1-ə vursaq, x kvadratı üzərinə gəl, x üstə gəl 1-in kvadratı, bunu da yazaram 2 tam %5. Sadələşdirsəm, x kvadratı üzərinə gəl x, surəti də açsaq, üzərinə gəl 2x üzərinə gəl 1. Bunu da 2 tam ixtisar aparsam 20'də 1, yəni 20'də 41 yazaram. Çarpaz vursam, təbii ki burada bir sadələşdirmə də aparaq. Baxın, bu olsun 2x kvadratı üzərinə gəl 2x üzərinə gəl 1. Yəni 41 x kvadratı üzərinə gəl 41x bərabərdir 40x kvadratı üzərinə gəl 40x üzərinə gəl 20. Bir tərəfə keçirib sadələşdirsək, x kvadratı üzərinə gəl x çıx 20 sıfırdır. Vuruqlarını ayırsaq, x üstə gəl 5, x çıxılsın 4 sıfırdırsa, ya x-imiz -5'dir, ya da x-imiz 4'dür. Burada 4 cavabını seçim eləyirik. X-in yerinə 4 yazsam, neçə olur? 5'də 4. Burada B variantında 1, 5'də 4'ümüz var. Cevabımız B variantı. Çalışma 66. Bölünən 496. Qismət 4, qalıq 96 olarsa, onda böləni tapın. Bölənimiz də olsun x. Onda x bərabər 496'dan 96'sını çıxıb 4'ə bölürük. Yəni 400 bölü 4 cevabımız 100'dür. C variantı. Çalışma 67. Verilmiş bu ifadənin qiyməti üçün əvvəlcə 25'dən 5 çıxarırıq. Kökdə 9, cevabımız 3. A variantı. Çalışma 68. Verilmiş kəsri ixtisar etmək üçün sürətdə 7-ni çıxarıram mötərizə xaricinə. D üzərinə gəl C. Məxrəcdə 21'i. D üzərinə gəl C. D üzərinə gəl C'lər ixtisar gedir. 21'dən 7 ixtisar getdikdə 3'də 1. Cevabımız A variantı. Çalışma 69. Verilmiş ifadənin qiymətini hesablayın. X -2 olarsa, belə bir ifadənin qiymətini hesablayın. -1/5 vurulsun -2 vur. -2 böl 3 çıx 2 bərabərdir 3 vurulsun 3'də 2 çıx 2. Hətta polima qanunundan istifadə edib mötərizəni də aça bilərsiniz. 2 çıxılsın 6, cevabımız -4. B variantı. Çalışma 70. Ax kvadrat üzərinə gəl bx üzərinə gəl c bərabər 0 tənliyinin köklərindən biri -5, digəri 3'dür.
B bölünsün A nisbətini tapın. V teoreminə görə köklərin cəmi əks işarə ilə götürmüş ikinci həddin birinci həddin nisbətinə bərabərdir. Tam kvadrat tənlikdə. Yəni, mənfi B bölünsün A bərabərdir. Mənfi 5 ilə 3-ün cəmi. Mənfi 5 üzərinə gəl 3. Mənfi B bölünsün A bərabərdir. Mənfi 2 bizdən B bölünsün A tələb olunur. Cavabımız 2-dir. Yəni, Y variantı. Çalışma 71. 180 ədədi 1-in, 2-nin, 3-ün nisbətində bu cür bölünübdür. 180-i bölürəm 1-in, 2-nin, 3-ün cəminə. Bərabərdir 30. 30-u 1-ə vururam 30-dur, 2-yə vururam 60-dır, 3-ə vururam 90-dır. Verilmiş ədədləri tapın. B variantı. Çalışma 72. 2 oxşar 3 bucaq verilibdir. Verilən bucaqların bərabərliyindən yola çıxıb, bax, bu alfadır, bu da alfadır, bu betadır, bu da betadır, bu gamma bucağıdır, bu da gamma bucağıdırsa, onda AB-nin A1, burada AB-nin Y-dəyə nisbəti bərabərdir. BC-nin D F-ə nisbəti AC-nin YF nisbətinə bərabərdir. Yəni, 4-ün x üzərinə gəl 4-ə. 2x çıx 5-in 6-ya nisbəti. Adi tənasüb. Çarpaz vurub həll etsəz. 2x kvadratı üzərinə gəl 8x çıx 5x çıx 20 bərabərdir 24. Sadələşdirsək. 2x kvadratı plus 3x çıx 44 bərabər 0-dırsa. 2 vurulsun. X plus apar baxıra vuranda 88 edəcək. Belə bir vurma səhifəmizdə vardı. AX kvadrat plus BX plus C-nin vuruqlara ayrılmasından üstü olur. Ona baxa bilərsiniz. Hasili mənfi 88 cəmi 3 olan 11 ilə mənfi 8-dir. Ayrı-ayrıqda sıfıra bərabər etsəm, x mənfi 5 onda 5 deyil. X-imiz 8 bölü 2, 4-dür. Cavabımız 4-dür. Çalışma 73. Verilmiş 3, 7A üzərinə gəl 2B. Cəmi cüt ədəd olarsa, A üstə gəl B cəminin ən böyük qiymətini tapın və şərt qoyub. AB-dən fərqlidir. O zaman verilmiş cəm cüt olar ki, A və B ya hər ikisi tək ədəd olsun və ya hər ikisi cüt ədəd olsun. Və cəmin məndən böyük qiyməti soruşulur. A üstə gəl B cəminin. Onda belə çıxır ki, bunlardan biri 9 olsa, digəri 7 olmalıdır. 16 edəcək. Və ya 8 olsa, digəri 6 olacaq. Onda 14 olacaq. Düzdür? Bizdən də soruşulur ən böyük cəm. Ən böyük cəm olacaq 16. Çalışma 74. 2x üzərinə gəl, y bərabər 5 tənliyinin qrafiki üzərində apsisi mənfi 4 olan nöqtənin orijinatını tapın. X-in yerinə mənfi 4 yazsaq, mənfi 8 plus y 5-dirsə, y də bərabər 5 üzərinə gəl 8, 13-dür. X-i mənfi 4-dür, y 13-dür. Cavabımız 13. Çalışma 75. Bir təpəsi koordinat başlanğıcında olan diagonalları 4-0 nöqtəsində kəsişən belə bir kvadratdır. Əgər diagonallar 4-0 nöqtəsində kəsişibsə, onda AO məsafəsi 4-dür. Onda OC məsafəsi də 4-dür. Belə çıxır, AC məsafəsi diagonalı 8-dir. Bizdən də ABC'də kvadratın sahəsi soruşulur. B kvadratı bölü 2, 8-in kvadratı bölü 2, yəni 32-dir. Cavabımız 32. Çalışma 76. Verilmiş bərabərsinin tam əllərinin cəmini tapın. Əvvəlcə hər iki tərəfi bölürük. 2-yə sol mənfi 1/5, sağ 5/5 olacaq. Və tam əllərin cəmi soruşulur. Yəni mənfi 1, 0, 1, 2, 3, 4, 5. Mənfi 1-dən 1-ə qədər 0-a gedir. Geriyə qalır 2-nin, 3-ün, 4-ün, 5-in cəmi. Cavabımız 14-dür. Çalışma 77.
Verilmiş bu ifadədən x çıx modul x çıx y ifadəsinin qiymətini tapın. Gəlin, bunu tərəf-tərəfə toplayaq. Olur 2x kvadratı çıx 4xy plus 2y kvadratı bərabərdə 18. Hər birini 2-yə bölsək, çıx 2xy plus y kvadratı bərabərdə 9. Bu x çıx y-in kvadratı 9-sa, hər iki tərəfdən kök alsaq, modul x çıx y bərabərdir 3. Cavabımız 3-dür. Çalışma 78. AC və BD düz xətləri Y nöqtəsində kəsişir. Bizə verilib, əgər YF, AC və BD bura Y-dir, burada F-dir. Əgər YF BYC-nin tənbölənidirsə ki, bu arada onda bucaq BYF bərabər bucaq FYC olar. Bu iki bucaq bir-birinə bərabər olacaq. Alfa alfa. CYD-nin dərəcə ölçüsü 50 dərəcədirsə, bucaq AYF-i araşdırın. Əvvəlcə alfa bucağını araşdırırıq. Buna bir alfa deyək. Alfa plus 50 bərabər 180 dərəcədirsə, 2 alfa bərabər 130 dərəcə, alfa bərabərdir 65 dərəcə. Bizdən tələb olunan, baxın, AYF-dir. Bu bucaqdır. Bu baxımdan birinci araşdırıram, bucaq AYB-ni. AYB bucağına bir beta bucağı desəm, sizcə beta plus 2 alfa bərabər 180 dərəcə deyilmi? Mənə lazımdır beta bucağını, 2 alfanı tapıb, sonra da betanı tapa bilərsiniz, fərqi yoxdur. Beta üzərinə gəl 130 dərəcə, 180 desə, beta bucağı bərabərdir 50 dərəcə. Və yaxud da ki, bu bucaqla bu bucaq qarşılıqlı bucaqdır, onu da göstərə bilərik. Baxın, bu cür də yaza bilərsiniz, mümkün versiyalar deyirəm sizə. Bunu yazmadan, baxın, belə bir cümlə yaza bilərsiniz ki, orada bucaq A, YB bərabərdir bucaq CYD. İkisi də 50 dərəcə. Çünki qarşılıqlı bucaqlardır. Yəni bu bucaq da betadır. Bizdən də AYF soruşur. Bucaq AYF bərabərdir 50 dərəcə üzərinə gəl 65 dərəcə. Bu da bərabər 115 dərəcə. Cavabımız 115. Çalışma 79. ABCD düzbucaqlısında BM AC-yə perpendikulardır. Bura M nöqtəsidir. DN AC-yə perpendikulardır. Burada N nöqtəsidir. BM 5-dir. Onu da belə çıxır. N-də də 5-dir. MBN. Bu ştrixlədiyim üçbucağın sahəsi 60-dırsa AC-ni tapın. Onda üçbucaq ABM, üçbucaq BMN-də SBMN bərabər deyilmi? BM vurulsun MN bölünsün ki, bunu bərabər edirəm 60-a. 5 vurulsun MN bölü 2 60-dırsa, onda MN bərabərdir. 60-ı bölürəm, 5-ə vururam 2-yə. 60 vur 2 böl 5, bu da bərabərdir 24. Baxın, gətirib B ilə D-ni birləşdirəcəm. Bu O nöqtəsində, diagonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür deyə, bu ikisi bir-birinə bərabərdir. Yazıram, MO bərabərdir, ON, bu da bərabərdir. 24-ü yarıya bölürəm, 12. Göstərək burada. Burada 12-dir, burada 12-dir. İndi bu üçbucaqdan yola çıxıb işləyəcəm. Üçbucaq BMO-da, BO hipotenuz rol oynayır. BM-lə M, onun kvadratları cəmi. 5-lə 12-nin kvadratları cəmi. 169, bu da bərabərdir 13-dür. Bəs bura 13-dürsə, OD-də 13 deyilmi? Çünki BO bərabərdir OD-yə. Onda BD diagonalı bərabərdir 2 vur 13, 26-dır. Onda
AC diaqonalı ilə BD diaqonalı bir-birinə bərabərdir elə. Cavabımız 26-dır. Çalışma 80. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul alanların sayı 8-dir. Hər iki fəndən məqbul alanların sayı verilib 9-dur. Yalnız fizika fənnindən məqbul alanların sayını tapın. Baxın, bu Euler Venn diaqramında bu fizika fənni olsun, bu kimya fənni olsun. Bilirik ki, burada yalnız fizika fənnidir. Burada yalnız kimya fənnidir. Burada hər ikisidir. Düzdür? Nə edəcəyik? Birinci hər ikisində, onu yenidən buradan çəkirəm bura. Fizikadır, bura kimyadır. Birinci, 24 şagirdin 8-i qeyri-məqbul alıbdır. Yəni, məqbul alanların sayı. 24-dən 8-in çıxıram, 16. Bəs o 16-nı veribmi? Hər iki fəndən 9 nəfər məqbul alıbsa, onda 9-u buradadır, düzdür? O kəsişmədədir. Hər iki fəndən məqbul alan 9 olduğundan 9 nəfərdə yalnız fizikadan məqbul alanların sayı həmin 16-dan 9-un çıxıram. Bax, burada olan bunun bu qədəri 16 nəfərdir də. Bu isə 16-dan 9-un çıxacağım. 16 çıx 9 bərabərdir 7. Cavabımız 7-dir. Çalışma 81. Cəvdəldə 26 tələbənin riyaziyyat imtahanında topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84 bu civarda, ikincinin, bu birincinin, ikincinin isə 85-99, yəni bu civarda nəticə göstərmiş tələbə olması ehtimalını tapın. Birinci, nə qədər tələbə qiymətləndirilir? Bunu araşdırıram. 3 üstə gəl 7, üstə gəl 10, üstə gəl 3, üstə gəl 3. Bu da bərabərdir. 9, bu da 17. Bir dənə baxaq, düzmü? Ədədlərdir. 3, 3, 3, 10, 20, 26 nəfər. 26 nəfər qiymətləndirilibdir. O 26 nəfərin deyir, birincisi bu civardan olsun. Yəni, birincinin seçilmə ehtimalı 26-da 10'dur. İkincinin isə bu civardan olsun. 85-99 arası. Yəni, 25-də neçə olur? 13. Bu da bərabərdir. İxtisar aparsam, bu ikisi geçsin 2. 2 ilə ixtisar geçsin 5. 5 ilə 25 ixtisar geçsin. Cavabımız 5'də 1'dir. Yəni 0,2'dir. Bununla da sizinle 12 Aprel 2026 ildə 9-cu sinif şagirdləri üçün DİM-in riyaziyyat fənnindən təqdim etdiyi riyaziyyat suallarının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.